Təsəvvür elə ki, yəni bizi dinləyən, sənə müraciət edirəm, təsəvvür elə ki, indiyə qədər qurduğun ən dərin, ən aydın fəlsəfi düşüncə, dünyanı dərk etdiyin o Evrika anıvarı, o, əslində beynində kəskin, dəqiq bir fikir kimi yaranmayıb. Yəni, o sadəcə sinəndə sıxışan, izah olunmaz, qarmaqarışıq bir his kimi başlayıb. Sən reallığa baxırsan, amma nə gördüyünü bilmirsən, sadəcə nəsə hiss edirsən. Bax, bugün incələdiyimiz mənbə iddia edir ki, insan şuurunun bütün təməli məhz bu xaotik, dumanlı hissiyatdan yaranır. Və ən maraqlısı, bu mətin daha da irəli gedərək çox spesifik, bəlkə də indiyə qədər eşitdiyimiz ən iddialı fəlsəfi fərziyyələrdən birini ortaya atır. Deyir ki, şuur və psixologiya baxımından kişi və qadın ayrılıqda natamamdılar. Yəni, onlar yalnız birlikdə fəaliyyət göstərdikdə, kişi və qadın birlikdə insan əmələ gətirir. Aha, bəli. Və bu, doğrudan da üzərində çox dərindən düşünülməsi tələb olunan bir məsələdir. Sözün düzü, əlimizdəki bu mətin, erkən psixoloji və fəlsəfi nəzəriyyələrin ən qəliz, ən mürəkkəb formalarından biridir. Yəni, müəllif burada sadəcə insan psixologiyasını kənardan müşahidə etmir. O, az qala şuurun arxitekturasını, o daxili quruluşu sıfırdan izah edəcək tam bir sistem qurur. Və qeyd edim ki, bizim bugünkü missiyamız heç bir tərəf tutmaq deyil. Dəqiq. Yəni, biz qətiyyən tərəf tutmuruq. Bəli, yəni bu nəzəriyyənin cəmiyyət üçün nə dərəcədə ziddiyyətli və ya sərt ola biləcəyini bir kənara qoyuruq. Sağçı, solçu bunların heç birinə aidiyyatımız yoxdur. Biz sadəcə müəllifin beyninin içinə girməyə çalışırıq. Onun bu radikal nəticələrə gəlməsi üçün qurduğu o məntiqi mexanizmi, necə deyərlər, o said əqrəblərinin arxasında fırlanan çarxları anlamaq istəyirik. Tamamilə düzdür. Yəni, biz burada bu fəlsəfəyə haqq qazandırmaq və ya onu tənqid etmək üçün yığılmamışıq. Məqsədimiz sadəcə onu vizuallaşdırmaqdır. Onun o mürəkkəb mexanizmlərini sənin üçün, yəni yeni nələrsə öyrənməyi sevən, məsələlərin kökünə enən dinləyicimiz üçün anlaşılan hala gətirmək istəyirik. Gəl elə lap əvvəldən bu düşüncənin Ruşeym halından, sıfır nöqtəsindən başlayaq. Mənbə iddia edir ki, hər hansı bir aydın düşüncə və ya duyğu formalaşmazdan əvvəl zihində mütləq şəkildə bir anlaşılmazlıq mərhələsi olur. Bunu necə əsaslandırır? Deməli, müəllif bu prosesi izah etmək üçün Avenarius adlı başqa bir filosofun konsepsiyasına müraciət edir. Avenarius deyirdi ki, bizim hər bir təcrübəmiz əslində iki yerə bölünür, element və xarakter. Aha, element və xarakter. Bəli, bax, element obyektiv reallıqdır. Məsələn, sən əlini qaynar bir sobaya vurursan, düzdür? O soba, onun dəmiri və istiliyi, bunlar elementdir. Xarakter isə sənin ona verdiyin daxili reaksiyadır. Yəni, o an hiss etdiyin ağrı, qorxu ya da o qəfil sıçrayış hissi. Avenarius və təbii ki, bu mənbənin müəllifi iddiadır ki, yetkin bir şuurla biz bu ikisini bir-birindən ayıra bilirik. Yəni, sən deyirsən ki, soba istidir və bu istilik məni incitdi. Obyekt oradadır, mən isə buradayam. Yəni, fərqləndiririk. Biri xarici amildir, o biri mənim reaksiyam. Düzdür. Amma müəllif deyir ki, zehin hər hansı bir yeni məlumatla ilk dəfə qarşılaşanda, bəzən saniyənin mində biri qədər qısa bir müddətdə beri olsa, o element və xarakter eyni şey olur. Onlar bir-birindən ayrılmır. Gözlə. Yəni, sən sobayla ağrını o ilk anda ayıra bilmirsən, sanki reallıq və sənin o reallığa verdiyin reaksiya bir-birinə qarışıb, eyni bir kütləyə çevrilib. Bəli, tamamilə belədir. Müəllif bu xam, bu parçalanmamış, hiss və düşüncənin iç-içə keçdiyi o dumanlı vəziyyətə hənid adını verir. Hənid. Bəli, bu Yunan sözü olub, bir və ya bütöv deməkdir. Yəni, hənid mərhələsində sənin üçün ayrı-ayrı obyektlər yoxdur. Sadəcə qeyri-müəyyən, çox ağır bir təəssürat var. Sən nə gördüyünü, nə eşitdiyini məntiqi cəhətdən bilmirsən, amma daxilində nəyinsə dəyişdiyini bütün varlığınla hiss edirsən. Yəni, bax, mən bunu beynimdə texnoloji bir proseslə müqayisə etmək istəyirəm. Bəlkə sənə də, bizi dinləyənə də daha aydın olar. Bu, biraz kompüterdəki zip faylı kimi bir şeydir, elə deyil. Kimsə sənə içində onlarla fərqli sənəd, şəkil, qovluq olan bir zip faylı göndərir.
Fayl bütövdür, sən bilirsən ki, onun içində çox vacib bir məlumat var, amma sən onu ekstrakt etməyincə, yəni o sıxılmış vəziyyətdən, o dumanlı haldan çıxarmayınca, hansı sənədin harada olduğunu, onun konkret nə mənaya gəldiyini oxuya bilmirsən. Deməli, müəllif iddia edir ki, beynimizə daxil olan hər yeni informasiya əvvəlcə bir henid, yəni belə bir sıxılmış zip faylı kimi daxil olur. Mükəmməl analogiyadır, dəqiq. Doğrudan da henit informasiyanın hələ şifrələnməmiş, hissələrinə ayrılmamış o ilkin halıdır. Hətta müəllif mətndə buna vizual nümunələr də verir ki, daha aydın olsun. Məsələn, təsəvvür elə ki, musiqi notlarını ümumiyyətlə tanımayan birisən. Səni oturdururlar və qarşına Beethovenin son dərəcə mürəkkəb, 32-lik notlarla dolu bir partiturasını qoyurlar. Sənin üçün o səhifə sadəcə qara nöqtələr və cizgilərdən ibarət xaotik bir kütlədir, düzdür? Yəni, o bütöv bir henitdir. Sən orada ritmi, melodiyanı, hansı alətin nə vaxt girəcəyini fərqləndirə bilmirsən. Amma hiss eləyirsən ki, burada nəsə böyük bir şey var. Aha, riyaziyyat kimi, yəni heç nə bilməyən birinin mürəkkəb düsturlara baxması kimi. Tam olaraq eyni şeyi ali riyaziyyatı bilməyən birinin o 3 qat inteqrallarla dolu bir lövhəyə baxarkən keçirdiyi hissə də aid etmək olar. Sən sadəcə nəsə çox mürəkkəb bir şeyin olduğunu hiss edirsən, daxilində bir çaşqınlıq yaranır. Amma obyektiv olaraq oradakı elementləri görə bilmirsən. Yaxşı, tutaq ki, belədir. Əgər bizim hər bir təcrübəmiz, dünyanı dərk etməyimiz belə dumanlı, sıxılmış bir zip faylı kimi, yəni eynit kimi başlayırsa, onda necə olur ki, biz riyaziyyatı, fəlsəfəni öyrənirik? Necə olur ki, biz səhər durub, mən qəhvə içmək istəyirəm çünki yuxusuzam kimi belə çox aydın səbəb-nəticə əlaqəsi olan fikirlər qura bilirik? Bu dumandan çıxışın, bu hennitdən xilas olmağın yolu nədir? Aha, elə buradaca mənbə aydınlanma konsepsiyasını təqdim edir. Aydınlanma dediyimiz şey sənin bayaq dediyin o zip faylını açmaq prosesidir. Yəni, məlumatları qovluqlara ayırmaqdır. Müəllif bunu çox spesifik bir mexanizmlə izah edir. O deyir ki, aydınlanma heysəklərin hissələrə ayrılması və hər bir hissənin kəskin sərhədlərlə fərqləndirilməsidir. Aha. Hətta mətndə o, bu prosesi bir heykəl metaforası ilə vizuallaşdırır. Bu da çox təsirlidir. Təsəvvür elə ki, qarşında üstü bir neçə qat nəm, ağır və qeyri-şəffaf parça ilə örtülmüş bir heykəl var. Sən kənardan baxırsan, sadəcə böyük, dumanlı bir kütlə görürsən, yəni heysək. Yəni sən bilmirsən orada kimin heykəlidir? Dəqiq. Sən o nəm örtükləri bir-bir qaldırdıqca heykəlin cizgiləri, üz quruluşu, o kəskin xətləri gün üzünə çıxmağa başlayır. Aydınlanma prosesi beynin bax bu cizgiləri müəyyən etməsi, o dumanı dağıtmasıdır. Çox maraqlıdır. Deməli, bizim öyrənmək dediyimiz şey əslində kənardan durmadan yeni nələrsə almaq deyil, beynimizdəki o dumanlı hissiyatın, o qarmaqarışıqlığın üstündəki örtükləri qaldırmaq, onu netləşdirməkdir. Amma bir şeyi soruşum. Müəllif bu aydınlanma prosesini yalnız belə fərdi öyrənməyə, məsələn, mənim fəlsəfə öyrənməmə aid edir, yoxsa bu daha qlobal bir miqyası da əhatə edir? Yox, o bunu bütöv bəşəriyyətin intellektual təkamülünə şamil edir. Yəni, o qədər böyük bir iddiadır. Müəllif yazır ki, elmdə, sənətdə, fəlsəfədə baş verən bütün o böyük sıçrayışlar məhz bu aydınlanma prosesinin nəticəsidir. Məsələn, o, xüsusi olaraq Charles Darwini və Johann Wolfgang von Goetheni misal çəkir. Darwin və Goethe, aha. Bəli. Deyir ki, Darwin o məşhur təkamül nəzəriyyəsini formalaşdıranda ya da Goethe özünün o böyük dərin əsərlərini yaradanda onlara heç bir məlumat belə hazır, məntiqi bir cədvəl kimi göydən düşməmişdi. Bütün bu dünyanı lərziyə salan, tarixi dəyişən ideyalar əvvəlcə həmin o dahilərin beynində sadəcə qeyri-müəyyən, izah olunmaz bir hiss kimi yaranıb. Yəni, dumanlı bir sezgi, bir henid olub. Yəni, Darwin o gəncliklərdə gəzəndə birdən-birə hər şeyi anlamamışdı. Qətiyyən, Darwin illərlə səyahət edib bu biologiyanı müşahidə edəndə, əslində etdiyi tək şey daxilindəki o dumanlı həqiqət hissinin, o henidin üstündəki örtükləri qaldırmaq idi. Onu faktlara, kateqoriyalara və elmi fərziyyələrə bölmək idi. Oy! Bu baxış bucağı dahiliyin özünü tamamilə fərqli bir çərçivəyə salır. Yəni, belə çıxır ki, dahi sadəcə çox oxuyan, çox bilən adam deyil. Dahi,
öz içindəki o qarmaqarışıq enirlərin, o anlaşılmazlığın üstündəki örtükləri qaldırmağa yetərincə səbri və əzmi olan adamdır. Sona qədər gedə bilən adamdır. Amma burada mənim ağlıma tamamilə məntiqi bir sual gəlir. Əgər biz hər şeyi belə çətinliklə, qat-qat aydınlaşdırırıqsa, onda niyə bu qədər asan unuduruq? Yəni, mənbə yaddaş məsələsinə də toxunurmu? Çünki aydınlanmanın əksi yəqin ki, təzədən dumana, o hennidə qayıtmaqdır. Bəli, tam olaraq elədir. Müəllif unutmaq prosesini birbaşa həndidə qayıdış kimi izah edir. Bax, sən nəyisə öyrəndikdə detalları ayırd edirsən. Yəni, o elementi ilə xarakteri fərqləndirirsən, o örtüyü qaldırırsan. Amma zaman keçdikcə sən o detala diqqət yetirmədikdə o ayırd etdiyin kəskin cizgilər yenidən bir-birinə qarışmağa, bulanıqlaşmağa başlayır. Mənbə bunu da olduqca təsirli bir təbiət metaforası ilə izah edir. Aha, nə deyir? O, unutmağı baxımsız qalmış, içindən nadir hallarda keçilən bir meşə yoluna bənzədir. Sən bir mövzunu öyrənəndə beynində o sıx meşənin içində aydın bir cığır açırsan. Lakin sən oradan mütəmadi keçməsən, yolun kənarlarından otlar, kollar bitməyə başlayır və yol yavaş-yavaş görünməz olur, ətrafdakı o xaosla birləşir. Deməli, müəllif onu demək istəyir ki, biz tamamilə unutduğumuz bir şeyi yenidən öyrənmək istəyəndə, əslində biz köhnə yolu xatırlamırıq. Biz sadəcə tamamilə ot basmış, kol-kos basmış o çığırı sıfırdan, böyük əziyyətlə yenidən açmaq məcburiyyətində qalırıq. Elə bu səbəbdən də bəzən unudulmuş bir fənni, məsələn, məktəbdə keçdiyimiz riyaziyyatı yenidən oxumaq insana bu qədər ağır gəlir. Çünki yeni it yenidən formalaşıb. Məhz elədir. Və buna görə də o praktiki olaraq tövsiyə edir ki, hər hansı bir məlumata qarşı maraq tamamilə sönmədən əvvəl, yəni o cığır tamamilə otla örtülməmişdən əvvəl məlumat təkrar edilməlidir. Yəni, aydınlanma halı yalnız və yalnız fasiləsiz zəhmət nəticəsində mövcud ola bilər. Öz-özünə qorunmur. Aha, bax, bura qədər hər şey əla idi. Çox dərin, normal, fəlsəfi, psixoloji bir analizdir. Amma indi gəlirik işin ən kritik hissəsinə. O hissəyi ki, bu mətni həqiqətən də fəlsəfi baxımdan ən çox müzakirə olunan və biraz da aqressiv qarşılanan bir mənbəyə çevirir. Yavaş-yavaş o dərin sulara giririk. Çünki müəllif bu heynit və aydınlanma nəzəriyyəsini sadəcə məktəbdə neysə öyrənmək prosesi ilə məhdudlaşdırmır elə deyil. O, bu çox spesifik mexanizmi götürür və onu birbaşa cinsiyyət fərqliliklərinə tətbiq edir. Bu, çox iddialı, hətta radikal bir sıçrayışdır. Yəni, sən ümumi bir düşüncə prosesini götürüb, onu bütün bir cinsin xarakteristikasına necə çevirə bilərsən? Gəl bunun məntiqini anlayaq. O, bunu necə əsaslandırır? İlk növbədə bu çox önəmlidir, onu qeyd etməliyik ki, müəllif kişi və qadının beynindəki informasiyanın həcminin fərqli olduğunu iddia etmir. Yəni, o biri o birindən əksikdir demir. Özü xüsusə yazır ki, kişi və qadın eyni psixi məzmuna malikdir. Yəni, kainatı eyni dərəcədə qavraya bilərlər. Problem nədədir? Problem onların beynindəki o informasiyanın hansı inkişaf mərhələsində olmasındadır. Və müəllifin rəyinə görə qadın şuuru demək olar ki, mütləq şəkildə həmişə hernit mərhələsində qalır. Bir dəqiqə. Yəni, o iddia edir ki, qadınlar daimi olaraq o bayaq dediyimiz zip faylı vəziyyətində, o dumanlı təəssüratlar, o xaos içərisində yaşayırlar. Yəni, onların beynində obyektlə hissiyat bir-birindən heç vaxt ayrılmır, aydınlanmır. Onun gəldiyi o sərt fəlsəfi qənaət məhz budur. O deyir ki, qadının şuurunda element və xarakter, yəni reallıq və ona verilən emosional reaksiya heç vaxt tamamilə ayrılmır. Düşüncə və hiss daim bir-birinə dolaşıq vəziyyətdə olur. Və məhz bu psixoloji vəziyyətə görə müəllif qadınları daha çox sentimental adlandırır. Mətndə bunu izah etmək üçün xüsusi bir ifadə işlədir. Deyir ki, qadını emosional olaraq tərpətmək çox asandır, mümkündür. Amma onu silkələmək və ya intellektual zərbə ilə tamamilə alt-üst etmək çox çətindir. Çünki onun içində hər şey bir-biri ilə bağlı, elastik və qeyri-müəyyən bir kütlə halındadır. Sən o dumanın bir tərəfinə toxunduqda, bütün henit sadəcə yüngülcə dalğalanır, amma qırılmır. Və təbii ki, bunun tam əksi olaraq da tipik kişi şuurunu aydınlanmış, yəni hissələrinə ayrılmış, o örtükləri qaldırılmış bir mexanizm kimi təsvir edir. Onun məntəqinə görə kişidə fikir emosiyadan tamamilə ayrılıb. Yəni kişi ağrı hiss edəndə o ağrının özünü bir kənara qoyub,
sobanın dəmirdən olduğunu və onun fiziki olaraq neçə dərəcədə yandığını oturub analiz edə bilir. Bəli. Müəllif iddia edir ki, kişinin fikirləri həmişə kəskin, analitik və fərqləndirilmişdir. Hətta bu qədər də kifayət etmirmiş kimi, o bu fəlsəfi psixoloji fərqin sırf daxili olmadığını, insanların fizionomiyasında, yəni xarici bədən quruluşunda belə özünü göstərdiyini irəli sürür. Artıq bu necə ola bilər axı? Yəni beynimizdəki düşüncə forması, bizim o henid olub olmamağımız, sümüklərimizin, əzələlərimizin formasına təsir edir. Müəllifin baxış bucağına görə insanın xarici görünüşü daxili psixikasının birbaşa manifestasiyasıdır. Yəni onun əksidir. O yazır ki, kişinin bədən və üz cizgilərindəki o kəskinlik, ciddiyyət, o sərt bucaqlar var ya onlar, onun şuurundakı fərqləndirilmiş o aydın, hissələr bölünmüş fikirlərin fiziki əksidir. Qadının bədəninin və cizgilərinin daha yumşaq, zərif, yuvarlaq və bulanıq, yəni kəskin keçidləri olmayan o xəttlərə sahib olması isə onun şuurundakı o fərqləndirilməmiş, dumanlı, henidit kütləsinin fiziki təcəssümüdür. Yəni sən demək istəyirsən ki, əgər biz bu fəlsəfi məntiqi tam izləsək, qadın şuuru və bədəni reallığın hələ hissələrə bölünməmiş, rənglərin bir-birinə qarışdığı, duyğuların ön planda olduğu bir abstrakt rəsm əsəri kimidir, eləmi? Kişinin şuuru və cizgiləri isə hər xəttin, hər ölçünün kəskin və dəqiq çəkildiyi bir memarlıq çertyojudur. Amma bax, məni burada ən çox düşündürən və biraz da heyrətləndirən məqam başqadır. Əgər qadın daim hiss və emosiyaların belə iç-içə keçdiyi bir henit halındadırsa, müəllif necə iddia edə bilər ki, qadınlar daha az həssasdırlar? Axı bizdə ümumi qəbul olunmuş bir fikir, bir inanc var ki, qadınlar emosional və fiziki olaraq hər zaman daha həssasdırlar. Hər şeyi kişilərdən daha dərindən, daha kəskin hiss edirlər. Bu axır biraz paradoksaldır. Yəni, bu mənbənin ən ziddiyyətli və cəsur bəyanatlarından biri də elə məhz budur. Müəllif qətiyyətlə qeyd edir ki, qadınların daha həssas olduğu barədəki inanc fundamental olaraq yanlışdır. Yanlışdır. Bəli, o, bu mövzuda sadəcə bəzi fiziki istisnaları qəbul edir. Məsələn, o deyir ki, qadınların lamisə, yəni toxunma duyğusu həqiqətən də daha həssasdır. Amma iş fiziki ağrıya və ümumi daxili həssaslığa gəldikdə, kişinin həssaslığı qadınından müqayisə olunmaz dərəcədə yüksəkdir. Bəs müəllif bu ağrı eşiyi məsələsini necə ölçüb? Yəni, o hansı psixoloji mexanizmlə sübut edir ki, dumanlı henid vəziyyətində olmaq səni ağrıya qarşı daha dözümlü edir? Mənə məntiqini de. Deməli, müəllif burada şuurun informasiyanı necə emal etməsi mexanizminə əsaslanır. O memarlıq çertyoju ilə abstrakt rəsm məsələsini yadına sal. Onun fəlsəfəsinə görə, əgər sən aydınlanma mərhələsindəsənsə, sən xarici qıcığı, yəni gələn o ağrını, kəskin bir xətt kimi son dərəcə fokuslanmış, təmizlənmiş şəkildə qəbul edirsən. Sənin beynin dərhal o ağrını lokallaşdırır, analiz edir və başqa heç bir emosiya ilə qarışdırmadan bütün şiddəti ilə tək başına hiss edir. Amma əgər sən henit mərhələsindəsənsə, yəni hər şeyin bir-birinə qarışdığı, o duyğu və reallığın böyük bir kütlə olduğu vəziyyətdəsənsə, kənardan gələn o kəskin ağrı qıcığı o dumanın içində paylanır, səpələnir. Aha, yəni ağrı o kütlənin içində əriyir bir növ. Düzdür. O ağrı kəskin iynə kimi bir xətt olaraq deyil, ümumi dalğalı bir narahatlıq kimi hiss olunur. Bax, buna görə də henid vəziyyəti əslində ağrının o kəskin ucunu kütləşdirir. Və maraqlısı odur ki, müəllif deyir ki, məhz bu dumanlı qavrama tərzi yalnız fiziki ağrıya təsir etmir. O, birbaşa qərar vermə mexanizminə, yəni mühakiməyə də təsir edir. Bax, bu da çox vacib nöqtədir. Deməli, bizim o düşüncə formamız bizim verdiyimiz qərarlara da birbaşa təsir edir. O zaman sual yaranır. Henid içində olan biri həyatda necə qərar verir? Əgər o heç nəyin kəskin sərhəddini görmürsə, o necə seçim edə bilər ki, bu yaxşıdır, bu pisdir? Bax, müəllif məhz burada Ernst Mach adlı başqa bir tanınmış fizika və fəlsəfə aliminə istinad edir və instinktiv təcrübə almayışını ortalığa gətirir. Müəllifin iddiasına görə qadınlar o henit mərhələsində olduqları üçün həyatda, münasibətlərdə, problemlərdə hər zaman qətiyyətsiz olurlar.
Onlar mühakimə yürütməkdə, konkret bir fikir formalaşdırmaqda çətinlik çəkirlər. Niyə? Çünki onlar bir şeyin nə olduğunu bilməzdən çox əvvəl onun nə olmadığını bilirlər. Bir dəqiqə, bu hissəni biraz açaq. Yəni, nə olmadığını bilmək nə deməkdir əslində? Şey axtarırsınız, göz gözü görmür. Əlinizi bir əşyaya vurursunuz, toxunursunuz və deyirsiniz, xeyr, bu mənim axtardığım kitab deyil. Sonra gedib başqa bir əşyaya toxunursunuz, xeyr, bu da o deyil. Fikir verirsən, sən o qaranlıqda tam olaraq axtardığın şeyin formasını, cizgilərini izah edə bilmirsən, amma o yanlış şeyə toxunanda daxilindəki o dumanlı henet sənə qəti şəkildə siqnal verir ki, xeyr, bu o deyil. Müəllif iddia edir ki, qadınların daimi qərar vermə prosesi, həyata baxışı məhz bu davamlı, yox bu olmadı instinktindən ibarətdir. Onlar reallığı əvvəlcədən aydın şəkildə formalaşdırıb hədəf qoya bilmirlər, sadəcə yoxlama və səhv etmə yolu ilə o instinktlə irəliləyirlər. Kişilərin mühakiməsinin kəskin, qətiyyətli olması isə yenə də həmin o heykəlin üzərindəki örtüklərin əvvəlcədən tam qalxması ilə bağlıdır. Yəni kişi prosesin əvvəlindəcə kəskin şəkildə bu kitabdır və mən bunu axtarıram deməyi imkan verən o aydınlanma mərhələsindədir. Bax, bütün bunlar doğrudan da çox ciddi, dərindən və bir o qədər də radikal psixoloji təhlillərdir. Amma indi gəlirik bizim o əsas fokus nöqtəsimizə. Əgər bu iki fərqli şuur dünyanı dərk etməkdə bu qədər ziddiyyətlidirsə, yəni əgər biri dünyanı hisslərin və duyğuların qarışdığı bulanıq dumanlı bir dəniz kimi, digəri isə kəskin sərhədləri olan, hər bir küncü hesablanmış, məntiqi bir memarlıq layihəsi kimi qavrayırsa, o zaman bu ikisi bir-biri ilə necə yola gedir, necə ünsiyyət qurur? Daha da vacibi, necə olur ki, onlar daim bir araya gəlməyə, biyoloji olaraq yox, intellektual olaraq bir-birlərinə tərəf çəkilməyə meyillidirlər? Baxın, elə burada bugünkü araşdırmamızın məğzi, o mənbənin gəldiyi ən vacib fəlsəfi düyün nöqtəsi əsas məsələ özünü göstərir. Kişi və qadın birlikdə insanı necə əmələ gətirir? Bəli. Biz nəhayət ki, müəllifin niyə insan şuurunu bu qədər amansızcasına, yəni bıçaq kimi kəsərək iki yerə parçaladığını anlamağa başlayırıq. O qəsdən bu ziddiyyəti yaradır ki, sonradan fəlsəfi olaraq onların əslində eyni bir böyük mexanizmin iki ayrı çarxı olduğunu sübut edə bilsin. Deməli, müəllif iddia edir ki, qadın həmişə özdə tamamilə instinktiv şəkildə kişidən onun o qaranlıq, sözlərlə ifadə edə bilmədiyi təsəvvürlərinə aydınlıq gətirməsini gözləyir. Yəni, qadında nəhəng bir duyğu materialı, geniş bir informasiya potensialı var, lakin o dumanlı olduğu üçün onu şərh edə bilmir. O, şuursuz hənit halında yaşayır. Kişi isə şuurlu, fərqləndirici və analiz edən bir halda yaşayır. Buna görə də mətndəki xüsusi ifadəyə əsasən tipik kişinin tipik qadına münasibətdəki ən böyük, bəlkə də ən fundamental funksiyası o qeyri-şuuru olanı, dumanlı olanı, şuurlu aydın olana çevirməkdir. Gözlə, gözlə. Belə çıxır ki, müəllif cinsi cazibəni, o qadın və kişi arasındakı qədimdən bəri olan o cazibə əlaqəsini sırf fiziki və ya bioloji deyil, sırf intellektual və psixoloji bir ehtiyac kimi görür. Bir növ ontoloji bütövləşmə prosesi kimi. Yəni, qadın daim öz içindəki o bulanıq, dumanlı mənanı oxuyan, onu onun üçün dilə gətirən adamı axtarır. Tamamilə belədir. Və məhz buna görə də qadınlar həmişə intellektual olaraq bir axtarışdadılar. Onlar fərqində belə olmadan, onlardan daha ağıllı, o aydınlanma səviyyəsi onlardan daha üstün olan kişilərə cəzb olunurlar. Yəni o kişilərə ki, onların o mürəkkəb, anlaşılamaz hintlərinə məntiqi bir ad, bir forma qoya bilirlər. Qadın o kişidə əslində öz daxili dünyasının, öz dumanlı fikirlərinin, aydınlaşmış, yontallanmış, formaya salınmış versiyasını tapır. Müəllifin bax bu gəldiyi nəticə tamamilə inqilabidir və eyni zamanda da bugünkü sosial fəlsəfələrlə, bərabərlik nəzəriyyələri ilə daban-dabana ziddiyyət təşkil edən bir fikirdir. O deyir ki, xeyr, kişi və qadın eyni deyil, bərabər deyil, onlar fərqlidir. Lakin yalnız və yalnız qadının o geniş, sərhədsiz, şuursuz potensialı ilə kişinin o kəskin, formalaşdırıcı, aydınlaşdırıcı şuuru birləşdikdə, onlar dünyanı tam şəkildə dərk edən bütöv bir varlığa, yəni insana çevrilirlər. Deməli, əgər biz bütün bu mürəkkəb fəlsəfəni,
Bu ağır psixoloji təhlilləri bir yerə yığsaq, hər şeyi ümumiləşdirsək, ortada çox aydın bir mənzərə yaranır. Bizi dinləyən, bax indi deyəcəyimə diqqət yetir. Müəllif bizə insan şuurunu kosmik səviyyədə nəhəng bir fabrik kimi təqdim edir. Bu fabrikin fəaliyyət göstərməsi üçün, bir məhsul ortaya çıxarması üçün iki tərəf mütləqdir. Biri otağa xam malı gətirir, yəni o zəngin emosiyanı, sözlərlə ifadə olunmayan, ölçülə bilməyən o nəhəng, dumanlı heynit hissiyatını. O xam mal olmadan bu fabrik sadəcə bomboş bir divardır. Digəri isə o xam malı götürür, emal edir, ona sərhədlər qoyur, onu yontallayır, hissələrə bölür və nəticədə cəmiyyətin, sivilizasiyanın, elmin istifadə edə biləcəyi aydın bir formaya, heykələ salır. Onlardan hər hansı biri tək başına sadəcə yarımçıqdır. Heç biri tək başına tam mənasıyla o aydınlanmış insan olmağa bəs etmir. Lakin müəllifin iddiasına görə bu ikisi eyni məqsəd uğrunda, eyni ahəng içində birləşdikdə, biz o kainatda mütləq bütövlük adlandırdığımız şeyi alırıq. Bax, bu kişi və qadının birlikdə insanı əmələ gətirməsi fəlsəfəsidir. Mən düşünürəm ki, sənin bu verdiyin xülasə mənbərin o qəliz arxitekturasını izah edən ən mükəmməl mənzərədir. Müəllif bütün kitab boyu bizə ziddiyyətlərin necə düşmənçilik deyil, əslində kainatın ən dərin əməkdaşlığı olduğunu fəlsəfi bir dillə sübut etməyə çalışır. Yəni, istər cəmiyyət olaraq bu fikirlərlə, bu fərqliliklərlə razılaşaq, istər razılaşmayaq, bizim mövqeyimizdən asılı olmayaraq bu məntiqin özündə olduqca bütöv və qırılmaz bir mexanizm var. Bunu inkar etmək çətindir. Düşünürəm ki, biz bugün doğrudan da beynimizin o ən qaranlıq, dumanlı künclərində kifayət qədər dərin bir səyahət etdik. Biz düşüncənin rüşeym halından o adını öyrəndiyimiz Henidlərdən yola çıxdıq. Öyrəndik ki, o məlumatın sıxılmış, hiss və həqiqətin bir-birinə qarışdığı o xam zip faylı formasıdır. Sonra bəşər tarixinin dahilərinin, məsələn Darwinin, Höttenin o üstün nəm örtüklü heykəli əslində necə kəşf etdiklərini, aydınlanma prosesinin necə işlədiyini incələdik. Unutmağın sadəcə olaraq o beynimizdəki meşə yolunun ot basması, yəni məlumatın yenidən dumana qayıtması olduğunu anladıq. Və ən nəhayətində müəllifin bütün bu mürəkkəb prosesi cinsiyyətlərə necə böldüyünü təhlil etdik. Onun o kişi və qadın şuurunun eyni şeyin iki fərqli mərhələsi olduğunu və fəlsəfi baxımdan birlikdə necə bütöv bir insanlıq yaratdığını irəli sürdüyü o məşhur, çox iddialı nəzəriyyəsini incələdik. Kənarlaşaraq, yəni bugün oxuduqlarımızdan şəxsi həyatımıza çıxaracağımız ən böyük praktiki dərsdə elə bu qavrayış, bu dərk etmə prosesi ilə bağlıdır. Yəni, bizi dinləyən şəxs nə vaxtsa içində qəribə, təsvir edə bilmədiyin bir hiss yaransa, beynin qarmaqarışıq olsa və həyatda hər hansı bir mövzuda mühakimə yürütməkdə çətinlik çəksən, dərhal panikaya düşüb özünü günahlandırma. Sən heç nəyə səhv etmirsən. Sən axmaq deyilsən. Sadəcə bil ki, sən beyninin o informasiyanı qəbul etməsinin ən təbii ilk mərhələsindəsən, sən o Henid mərhələsindəsən. Sən o böyük aydınlanmanın, o qovluqların açılmasının sadəcə bir addımlığındasan. Sadəcə o dumanın içində qalmağa biraz səbr etmək və o cizgilərin, o heykəlin xətlərinin müəyyən olunmasını gözləmək lazımdır. Həqiqətən də, hər birimizin içində mütəmadi olaraq baş verən bu psixoloji dövrü dərk etmək insana çox böyük bir emosional rahatlıq verir. İnsan özünü daha yaxşı anlayır. Və sənin üçün necə? Yəni, bütün bu ağır mətnin, bu şuur analizinin, kişi və qadın fərqliliklərinin izahından sonra mənbənin birbaşa yazmadığı, amma bu müzakirədən qaynaqlanan və sənin beynində qalan səni narahat edən əlavə bir sual varmı? Mənim müasir dünyamız haqqında çox dərindən düşündürdü. Bax, müəllif dönə-dönə sübut etməyə çalışır ki, aydınlanma prosesi, yəni o dumanın dağılıb, detalların kristallaşması insandan çox dərin bir fokus, sakitlik və fasiləsiz bir daxili zəhmət tələb edir. İndi gəl bugünkü dövrümüzü, bu 21-ci əsri təsəvvür edək, o sosial medianın hər 2 saniyədən bir ekranı yenilədiyi, dayanmadan fırlanan videoların, qısa mətnlərin, dayanmayan bildirişlərin beynimizi heç vaxt dayanmayan bir qıcığa məruz qoyduğu bu reallığı düşünək, cinsimizdən asılı olmayaraq istər kişi, istərsə də qadın,
Bəlkə də bugün biz hamımız böyük bir texnolojik henit dumanının içində ilişib qalmışıq. Çünki bizə göndərilən o milyonlarla zip faylını, o qısacıq videoları açıb oxumağa, onlardan bir aydınlıq, bir fikir yaratmağa heç vaxtımız yoxdur. Saniyədə yeni bir henit gəlir və o köhnənin üzərinə yığılır, dağı vurur. Bəlkə də müasir insanın ən böyük daxili boşluğu, ən böyük bədbəxtliyi elə o dumanı dağıtmağa, aydınlanmağa vaxtının qalmamasıdır. Uy, bax bu səni doğrudan da yerində donduran və üzərində günlərlə mühakimə yürüdüləcək çox dərin bir fəlsəfi sualdır. Kainatın o böyük mənzərəsində görünür ki, hamımız öz texnoloji henidlərimizlə tək qalmışıq. Həmişəki kimi, bu dərin, qaranlıq suları belə usta bir bələdçi kimi yararaq keçdiyin, o qəliz, mürəkkəb mexanizmlər bu qədər anlaşılan, bu qədər axıcı etdiyin üçün sənə təşəkkür edirəm. Sənə də, bəli, bizi dinləyən, aydınlanmağa, detalları kəşf etməyə can atan dəyərli yoldaşımız, bu uzun və çətin fəlsəfi labirintdə bizimlə birgə addımladığın, bizi tək qoymadığın üçün minnətdarıq. Ümid edirik ki, bugünkü bu dərin araşdırma sənin öz daxilindəki o nəm örtükləri qaldırmağına biraz da olsa kömək edəcək. Yeni və daha dərin araşdırmalarda yenidən görüşənədək. Öz henidlərinizə ehtiyatla yanaşın. Mənim üçün də bu qarmaqarışıq və heyranedici mətnin, bu böyük fəlsəfənin incəliklərinə varmaq çox böyük bir intellektual zövq idi. Növbəti araşdırmalarda görüşmək ümidi ilə sağ olun.